Herkese salam. Deməli, bildiyiniz kimi YouTube'da da paylaşmışdıq ki, uşaqların dayısının toyudur və biz ora üçün uzun bir müddət idi ki, paltar axtarırdıq. Bunun üçün də gəldi Laçın Ticarət Mərkəzində yerləşən Minika Kids'ə. İnanırsınız, bura gələnə kimi Məryəm də, Rabiyə də, Əsnad da Minika Kids'in TikTok səhifəsində yatıblar, durublar. Yəni bura gələndə əzbərə bilirdilər ki, nə paltarlar var. Amma yenə də təbii ki, seçim eləmək üçün mənim məsləhətlərimə ehtiyaclar oldu. Deməli, ilk öncə sizə Əsnad üçün seçdiyim paltarı göstərəcəm. Ümumiyyətcə Əsnada qırmızı rəng çox yaraşır. Bu paltarı da özü də bəyəndi, mən də bəyəndim. Heç bundan sonra axtarmadıq Əsnad üçün paltar. Yanında kabluk da götürdük onun üçün. İlk öncə bunu sınamışdıq, amma düşündük ki, qırmızı daha çox yaraşdı ona. Daha sonra Məryəmlə Rabiyə üçün axtarışlara başladıq. Ən çətin bəndlər. Bir neçə paltar sınadıqdan sonra Məryəm xanımın libasını sizə göstərirəm. Bunun mavi rəngini də çox bəyəndik, çəhrayı rəngini də çox bəyəndik. Çox arada qalmışdıq və Məryəmin qərarı ilə çəhrayı rəngini geyindi. Bu arada Məryəm də kabluk geyinəcəkdi, amma təsadüfən ağ ketlə bunu kombinlədik və elə belə qalmağına da qərar verdik. Rabiyə də Məryəmin donunun qara rəngini seçdi. Məncə üçü də çox gözəl oldular. YouTube'da da çox adam soruşmuşdu ki, bu paltarları hardan ala bilərik, hardan almışsınız? Laçın Ticarət Mərkəzində yerləşən Minika Kids'dən. İnşallah səhifəsini də aşağıya etiketləyirəm. Kim istəsə daxil olub baxa bilər. Biz seçimlərimizi elədik, məhsullarımız paketləndi, götürdük, getdik. Toyu olanları da təbrik edirəm. Allah xoşbəxt eləsin. Qızlar necə görünürsə, rəylərdə fikirlərinizi bizimlə bölüşün.